İndi belə bir naxış var. Naxış deyəndə, naxışdır, hə. Azərbaycanca adını bilmirəm. Məncə yoxdur Azərbaycanca adı, amma əgər kimsə bilirsə mənə qeyd eləyin mütləq şərhlərdə. Deməli, türkcə haroşa deyilir, rusca platoçnaya vyaskaya ya da qısaca platoçka. Bu nə deməkdir? Döndərməli toxumada hər iki tərəfdə, həm düz tərəfdə, həm tərs tərəfdə düz ilmələr toxuyaraq onu yaradırıq. İndi biraz belə göstərim sizə. Deməli, baxın, düz tərəfdə düz ilmələr toxuyuruq. Məsələn, sıranın ilk sapını toxumadan çıxardıram. Sonra ən sadə düz ilmələrimi toxuyaraq gedirəm. Belə. Belə. Düz ilmələrimizi toxuyuruq. Sıranın son ilməsini tərs ilmə kimi toxuyuruq. Belə. Bu hazırdır. Çeviririk, döndəririk və burada da həmçinin düz ilmələr toxuyacağıq. Tərs tərəfdə də düz ilmə. Bayaq elədiyimizin eynisini də burada eləyirik. Sıranın ilk ilməsini toxumadan çıxardıram və düz ilmələrimi toxuyub gedirəm. Belə. Bu haroşanın bir dənə müsbət cəhəti var ki, çox sadə bir şeydir, çox primitiv bir şeydir naxış kimi və bunun bir dənə müsbət cəhəti odur ki, bunu toxuyanda əşyanın kənarları bükülmür. Sıranın son ilməsini toxumadan çıxardırıq. Baxın. Belə. Haroşa indi gəlin göstərim sizə nədir. Baxın. Burada bir dənə var raket yarımçı. Baxın. Görürsünüz bu dalğalı görüntü. Bu hamısı haroşadır. Platoçka. Deməli. Burada elə bil ki 2 sıra toxuduq və belə görüntü yarandı. Deməli, gəlin yaxşı bir başa salım. Baxın, bu aşağı hissədə biz bu düz tərəfdə düz ilmələr, tərs tərəfdə tərs ilmələr toxuduq. Gördüyünüz kimi bu kənarlar bükülür, belə əyilir. Amma hər iki tərəfdə düz ilmələr toxusaz bu haroşanı yaradacaqsınız. Bu platoçkanı